Konkret olaraq əgər söhbət blokadadan gedirsə, yəni Hörmüz boğazının blokadasından söhbət ondan gedirsə, bilirsiniz, burada yalnız prosesə biz yalnız Amerika və Çin maraqları müstəvisindən yanaşsaq, bir məsələni unutmuş olaraq ki, deməli, İran teokratik rejimdir İranda və İran özünün ideoloji, siyasi ideoloji təməl prinsipləri olan bir ölkədir və heç də düşünmək olmaz ki, İran burada yalnız Çinin maraqlarını güdür və yalnız Çinin maraqları naminə vuruşur və Çin nə desə, onu hansı istiqamətə desə, o istiqamətə də dönüb mövqeyini dəyişəcək. Yəni, düzdür, danışıqlara, Pakistanda keçirilən danışıqlara Çinin təsirinin olduğu barədə ehtimallar yüksəkdir, yəni İranın getməsinin. Amma İranın da bilirsiniz ki, özünün müəyyən maraqları var, özünün prinsipləri var. Ona görə də İran da çalışır ki, özünü qorusun, yəni öz maraqlarını təmin eləsin. Bu proseslər çərçivəsində öz maraqlarını təmin eləsin, rejimin davamlılığını, qalmasını təmin etsin. Ancaq bilirsiniz, vəziyyət heç də düşünüldüyü qədər sadə deyil. İndi biz ötən proqramlarımızdan birində də demişdim mən sizə ki, İran burada Hörmüz boğazından bir alət kimi, yəni bir kart kimi istifadə edir və buna müəyyən qədər də nail olub və danışıqlara çalışacaq ki, maksimum istər danışıqlarda, istər digər mərhələdə Hörmüz boğazını bağlı saxlamaqla bundan istifadə etməyə çalışsın. Ancaq biz prosesin, daha doğrusu problemin əsas mənbəyi ona gedib çıxır ki, ilk növbədə İran 1982-ci ildə deməli, İran 1982-ci ildə Beynəlxalq Dəniz Suyu Konvensiyasına qoşulanda, yəni konvensiyanın qəbulu zamanı qoşulanda onu ratifikasiya etməyib. Ona görə də bugün Hörmüz boğazının açılması ilə bağlı İran hər hansı hüquqi məsuliyyət, öhdəlik daşımır. Bax, bu baxımdan da İrana ciddi təzyiq alətləri yoxdur. Düzdür, bəzən belə fikirlər səslənir ki, artıq beynəlxalq hüquq işləmir, burada kim güclüdür, nə istəyir, onu eləyir. Ancaq məsələ burasındadır ki, istənilən münaqişənin həlli diplomatik masada baş verirsə, mümkün olursa, o hüquqi müstəvidə realizə olunur. Yəni, onu həyata keçirmək üçün mütləq hüquqi proseslərə hüquqi prosedurlara söykənməlisə. Ona görə də İran burada ciddi manevr imkanı qazanır. Yəni, vaxtilə konvensiya qoşulub, ancaq onu ratifikasiya etməyib. Həmin konvensiyanın 37-ci maddəsinə görə əgər ratifikasiya etmiş olsaydı, İran bugün həmin konvensiyanın 37-ci maddəsinə görə gəmilərin sərbəst hərəkəti üçün, hətta hərbi gəmilərin və təyyarələrin deməli, boğazdan keçməsi üçün, sərbəst hərəkəti üçün birbaşa öhdəlik və məsuliyyət daşıyırdı. Ancaq ona görə də indi elə bir vəziyyət yaranıb ki, İranı ya buna məcbur etməlidirlər, ya da ki, İran könüllü şəkildə bunu etmək istəmir. Eyni zamanda həmin konvensiyanın 44-cü maddəsinə baxaq. Düzdür, həmin maddə daha çox arxipelaq dövlətlərinə aiddir. Ancaq biz nəzərə almalıyıq ki, Hörmüz boğazında İranın 4 adası var. Yəni, burada Xark adasıdır, digər Əbu Musa, Böyük Tun, Kiçik Tun və bu adalar var və bu adaların arasından keçib gedir gəmilər, tankerlər və bu baxımdan da İran həmin maddəni İranı da şamil etmək olar və İran əgər ratifikasiya etmiş olsaydı konvensiyanı məsuliyyət daşıyır. Ona görə də çox
mücərrəd bir vəziyyət yaranıb, anormal bir vəziyyət yaranıb və bu baxımdan da iki yol qalır. Proseslərin hazırki vəziyyətini soruşduğu göstərir ki, ya müharibə daha şiddətli mərhələyə keçib davam edəcək, ya da ki, Birləşmiş Ştatlar görünür bu məsələni İrana təsir etmək olan beynəlxalq güclərin vasitəsilə həll etmək istəyir. Yəni, konkret desək, burada bugün Çindən söhbət gedir və Çin səfiri ilə də Trump'ın görüşü olmalıydı və burada Çinin əsas mesajlarını Trump'ın da əsas mesajlarını deməli, Çin prezidentinə çatdıracaq əsas müzakirələr bu masada olmalıydı. İslamabad danışıqları konkret desək nəticə vermədi və bu baxımdan da mən ümid etmirəm ki, ayın 21-də hətta növbəti danışıqlar belə baş tutsa, nəsə bir ciddi nəticə əldə oluna. Günas TV-nin efirində də bu deyilir ki, hətta orada İslamabadda keçirilən danışıqlarda İran nümayəndə heyətinin özünün tərkibində ciddi fikir ayrılığı olub. Çünki orada biz unutmamalıyıq ki, bayaq yəni əbəs yerə demədim ki, İranın öz maraqları var. Hər şey Çinin maraqlarından ibarət deyil. İranda da bir mühafizəkar qüvvələr də var, müəyyən qədər loyal qüvvələr də var. Məsələn, deyilir ki, İranın Xarici İşlər Naziri Abbas Əraqçı Hizbullaha yardımın dayandırılması məsələsində razı olmaq istəyib buna. Amma İran Ali Milli Təhlükəsizlik Şurasının sədri postunu icra edən Laricanın yerinə təyin olunmuş Zülqədiri bunun qətl əleyhinə çıxıb və bu müəyyən qrup adamlar var ki, Zülqədiridir, Əzizidir. Bunlar bugün İran vəhididir. Bunlar İran elitasında ən sərt mövqeyi ilə tanınan, mühafizəkar baxışı ilə tanınan adamlardır ki, yəni bu ultra sağçı mövqeli adamlar, bu adamlar yəni hələlik yola gəlmirlər. Və bu baxımdan əslində belə bir adamların ya Birləşmiş Ştatlar bu adamları aradan götürməklə danışıqlarda müəyyən nəticəyə yol açmağa çalışa bilər, ya da ki, bunların qalması müharibəni davam etdirmək üçün İsrailə sərf edir. Yəni, sülhün əldə olunmasını qarşısına almaq və müharibəni davam etdirmək üçün İsrailə sərf edir. Və bu baxımdan da İran nümayəndə heyətinin arasında həmrəyliyi, fikir birliyi olmadığına görə prosesin qısa müddətdə yekunlaşacağını və nəyəsə sülhə tezliklə nail olunacağını demək çətindir. Ancaq Çinlə Amerika, Birləşmiş Ştatları Çinlə razılığa gəlməklə İrana əlavə təzyiq imkanları əldə etmək və danışıqlarda müəyyən nəticələrə nail olmaq istəyir və bu da Trump'ın eyni zamanda qısa müddətdə müharibəni dayandırmaq niyyətindən xəbər verir və lakin onu da deyim ki, əslində Amerika Birləşmiş Ştatları üçün Hörmüz boğazını blokadaya almaq yəni görünməmiş bir şey deyil. Yəni orada ilk dəfə tətbiq olunan bir təcrübə də deyil. Ya onun Amerika Birləşmiş Ştatlarının təcrübəsi var bu istiqamətdə və onu edə bilər. Bilirsiniz ki, 1990-cı ildə Səhrada Fırtına əməliyyatından sonra İraqa qarşı o vaxt avqustun 6-sında BMT Təhlükəsizlik Şurasının 661 sayılı qətnaməsi vardı. Həmən qətnamə ilə deməli İraqa qarşı havadan, qurudan və dənizdən blokada tətbiq edildi. Və bu blokadanı düz 2003-cü ilə qədər davam etdirdilər və Amerika Birləşmiş Ştatları da əsas moderator idi bu blokada və sonra sentyabr ayında deməli daha iki qətnamə qəbul olundu. 706 və 712-ci sayılı qətnamələr. Həmin qətnamələr İraqa yalnız nefti ərzaqa dəyişməyə icazə verən
bir deməli sənəd idi. Ona görə də bu proses 2003-cü ilə qədər davam etdi və yalnız Səddam rejiminin devrilməsindən sonra mərhələli ilə 2010-cu ilə qədər aradan qaldırıldı. Əvvəl BMT-nin 1483 sayılı qətnaməsi qəbul edildi. Sonra 2003-cü ilin noyabr ayında Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə bu qətnamə yavaş-yavaş aradan qaldırıldı və artıq neft İraq dövlətinin özünə, xalqına çatdırıldı, iqtisadiyyatın inkişafına sərf olundu və 2010-cu ildə də yekunu qərar verildi və tamamilə aradan qaldırıldı. Yəni demək istədiyim odur ki, bu birinci dəfə deyil Amerika Birləşmiş Ştatları həmin regionda blokada həyata keçirir. Mən keçən dəfə təkrar olsa da bir də deyəcəm, keçən dəfə də sizə dedim ki, 32 və 36-cı paralellərdə orada uçuşa qadağa zonası yaradılmışdı həmin blokadanın tərkib hissəsi olaraq. Ona görə ola bilər, yəni Amerika Birləşmiş Ştatları 29-cu və 30-cu paralellərdə, yəni Xark adası və Xuzistan vilayəti istiqamətində qoşun çıxartmaqla elə bir blokadanı təmin edə bilər. Ancaq bilirsiniz, problem burada nədir? Amerika Birləşmiş Ştatları demək olar ki, bu prosesdə təkdir. Əvvəllər, yəni o prosesdə, yəni Səddam rejiminə qarşı mübarizədə 90-cı ildə deməli beynəlxalq beynəlxalq milli qüvvələr bir koalisiya vardı. Həmin koalisiya dünyanın əksər ölkələri o koalisiyanın tərkibində idi. Ancaq indi Amerika Birləşmiş Ştatları bu siyasətini bir dənə İsrail hərbi dəstək verir və İsrail də fərqli istiqamətdən döyüşür. Ancaq Avropa İttifaqı əsas burada, NATO'dakı müttəfiqləri burada dəstək gözləyirdi. Trump onlarda vermədilər və onlar uzaqbaşı minaların təmizlənməsi və digər sülh məramlı fəaliyyət bu istiqamətdə söz verirlər. Ona görə də Birləşmiş Ştatlar tək qalıb və bu tək məsələ qalıb o demək deyil ki, onlar İranı haqlı sayırlar, Birləşmiş Ştatları yox. Sadəcə olaraq indi çox qütblü dünya formalaşır və hərənin öz maraqları, yəni öz maraqlarını əsas götürür bu mənada. Ona görə də Trump'ın müəyyən çətinlikləri də yaranır. Lakin düşünürəm ki, əgər müharibə yenidən davam etsə, təbii ki, burada İran nə qədər yəni tükənməz bir mübarizə aparacağını, qalib çıxacağını mən düşünmürəm. Çünki İranın potensialı ilə bunu bütün ekspertlər deyir, yaxın şərq üzrə mütəxəssislər deyir, İranşünaslar deyir. Yəni bunu görünən dağa bələdçi lazım deyil. Hamı bilir ki, bunun üçün alim olmaq lazım deyil. Hamı bilir ki, Amerika Birləşmiş Ştatlarının hərbi potensialı nədir, siyasi potensialı, iqtisadi gücü nədir, İranınki nədir. Ona görə də sadəcə müəyyən qədər dəyişə bilərlər, ancaq Amerika Birləşmiş Ştatları, siz Trump'ın son bəyanatlarına baxsanız görərsiniz ki, artıq Amerika Birləşmiş Ştatları da Çinin İrana qarşı hərbi yardımlarından narahatdır və çox güman ki, deməli, Xi Jinping'ə göndərilən məktubda həmin məsələ yer alıb və Birləşmiş Ştatlar çalışır ki, Çin İrana hərbi yardım etməsin və hərbi yardımın gəldiyi yolları bağlasın və bununla da İranı belə deyək də çöktürmək, İranı məğlub etmək asanlaşacaq. Yəni bu birinci məlumat, əvvəlcə dedilər ki, bu Rusiyaya gəlir, Həştərxan limanına, oradan da gəmilərlə Ənzəli limanına daşınır. Bu raket hissələrdir, sonra bəlkə raket yanacağıdır və digər silahlardır. Hətta deyirlər, deməli, hava hücumundan müdafiə sistemlərdir. Bundan başqa ola bilsin ki, cənubdan Hind okeanı vasitəsilə göndərilir gəmilərlə və Trump əvəzində hədələdi Çini. 50% rüsumların tətbiqi ilə hədələdi və yəqin ki, müəyyən xəbərdarlığında edib Çinə və Çin də
Çin üçün iqtisadi maraqlar hər şeydən önündə dayanır. Düzdür, İranda da onun iqtisadi maraqları var və İranda da onun neft enerji maraqları var. Lakin yəqin ki, bu məsələdə də müəyyən razılaşmaya gələ bilərlər. Bu baxımdan da Çin hər halda bu mesajın nə qədər ciddi olduğunu nəzərə alacaq. Yəni, Trump'ın da xarakterini hamımız bilirik ki, yəni o bir dəfə o faizlər, rəqəmlər dedi, rüsumların tətbiqini dilə gətirdi, onu eləyir. Yəni, bu baxımdan da o əgər o həqiqətən bir 50% rüsum tətbiq eləsə, Çin anlaşmağa çalışacaq Amerika Birləşmiş Ştatları ilə. Bu baxımdan da yəqin ki, indi tərəflər arasında bir konsensus və ya kompromis variant axtarılır. Bu kompromis nədən ibarət ola bilər? Amerika Birləşmiş Ştatları Hörmüz boğazını açır, o blokadadan imtina edir, daha doğrusu geri çəkilir. Amma bu İrana qarşı hərbi əməliyyatlarda istifadə olunan silahlı qüvvələrin bütünlüklə regiondan çəkilməsi demək deyil. Yəni, ilkin mərhələdə ola bilsin ki, Amerika Birləşmiş Ştatları blokadadan vaz keçib, çəkilir, yolu açır və hətta Amerika Birləşmiş Ştatları orada rüsum toplamaq, bilirsiniz ki, bunu yalnız İran istəmirdi, Birləşmiş Ştatlar da istəyirdi. O rüsum yığmaq o iddiasından da imtina edə bilər. Eyni zamanda da Çin də İranı vadar edə bilər ki, İran da yəni Hörmüz boğazından rüsum yığmaq iştahından vaz keçsin. Çünki bu süni bir boğaz deyil, süni bir kanal deyil. Bu nə Süveyş kanaldır, nə Panama kanaldır. Yəni bu nə də indi İstanbuldan bir kanal çəkilir, elə deyil. Yəni bu boğazlardan keçib təbii yolla təmin olunmalıdır. Yəni İranın ixtiyarı yoxdur, bunu bağlasın. Belə yol kəsən bir quldur kimi pul toplamaqla məşğul olsun, soymaqla, soyğunçuluqla məşğul olsun. Ona görə də yəqin ki, bax bu məsələlər ilk növbədə müzakirə predmetidir. Sonraki artıq mərhələdə tərəflər İranın nüvə proqramı və digər məsələlərlə bağlı danışa bilərlər. Ancaq İranda mən hesab edirəm ki, nə qədər ki rejim dəyişməyib, nüvə proqramının həlli və yaxud raket proqramının həlli tam öz əksini, öz aradan qalxmayacaq. Yəni bu proses öz həllini tapmayacaq və əgər məsələn Trump deyir ki, biz 20 illiyinə, daha doğrusu İran 20 illiyinə bu özünü toparlaya bilməz, bir də nüvə silah əldə edə bilməz, uranı zənginləşdirə bilməz, bilirsiniz. Məsələ burasındadır ki, Trump öz dediyini təksib edir. Çünki Trump deyir, biz məsələni kökündən həll etməliyik və etməliyik ki, bir də 2 ildən sonra yenidən qayıtmalı olmayaq. Yəni, İran rejim qalacaqsa, istəyir 20 il olsun, istəyir 5 il olsun, yenidən həmən vəziyyətə qayıdacaq və yenidən çalışacaq ki, nüvə silah əldə etsin, yenidən çalışacaq ki, yaxın şərqdə terrorçu qrupları maliyyələşdirsin, Livanı, Suriyanı və başqa ölkələri İraqı qatsın, İslam inqilabını başqa ölkələrə ixrac eləsin. Yəni, bu bunun siyasi ideoloji xəttidir. Bu, bundan əl çəkən deyil. Çinin maraqlarının olmasına asıl olmayaraq, Amerikanın, Rusiyanın maraqlarının olmasına asıl olmayaraq, İranın bir xətti var və buna son vermək lazımdır. Və İsrail də ona görə deyir ki, rejim dəyişməlidir. Rejim dəyişməlidir və yalnız zənginləşdirilmiş uran ehtiyatı İrandan çıxarıldıqdan sonra artıq sülhdən və ya atəşkəsdən danışmaq olar.
Ümumiyyətlə, Müşfiq bəy, hazırki yeniliklər, müəyyən qədər Hörmüz boğazı üzərində blokadanın aradan qalxması, Çinlə məktublaşma və s. bir çox məqamlar belə bir ehtimalı da bəzən ekspertlərin dilə gətirməsinə səbəb olur ki, ola bilsin ki, bütün bunlar yaxın günlərdə keçirilməsi olan növbəti danışıqlarda artıq nəticə verməsi ilə nəticələnəcək. Çünki sonuçlanmış olacaq. Çünki bundan o tərəfə artıq İranın dirəniş göstərmə imkanları mövcud deyil. Yəni bu blokada daha da dərinləşdirilərsə, bu İran iqtisadiyyatının faktiki olaraq çökməsi deməkdir. Belə olduğu təqdirdə, yəni İranın da ritorikasında bir gövdə göstərişi, potensialına uyğun olmayan bir imic formalaşdırma tendensiyasını da biz görə bilirik. Bax, o imici korlamadan dolayı yolla hansı razılaşmalara gedə bilər İran tərəfi? Dünən İranın vitse-prezidenti Fatimə Muhacirani bir söz işlətdi ki, müharibədə dağılan evlərin bərpası ilə bağlı, yəni dövlət bu evlərin bərpasını bərpa etmə imkanında deyil və bu məsuliyyətdə üzərinə götürülür. Və bu göstərdi ki, İranın bütün iqtisadi potensialı, maliyyə imkanları tükənib və həqiqətən də müharibə əgər bugün yekunlaşarsa, bugün geri çəkilərsə tərəflər, yəni bir uzun müddətli atəşkəsmi ya bir sülh müqaviləsi mi nəsə imzalanarsa, artıq İran üçün çox çətin olan yeni bir dövr başlayacaq. Çünki İranın artıq heç nəyi qalmayıb, heç bir iqtisadi potensialı qalmayıb və ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində nəsə bir addımlar atacağını mən gözləmirəm və İrana qarşı sanksiyalar tam aradan götürülməyincə, çünki İranın nüvə proqramı məsələsi var, iqtisadi sanksiyalarda aradan götürülməyincə xarici investorların ora cəlb edilməsi məsələsi problem olaraq qalacaq. Bax, bu baxımdan da İranın iqtisadi durumu çox çətin olacaq. İran yalnız buna müəyyən güzəştlər etmək, razılaşmalara getməklə nail ola bilər. Burada əsas tərəflərin güzəştə gedə biləcəyi məsələ hələlik görünür ki, Hörmüz boğazı ətrafında mümkün. Yəni, İran ola bilsin ki, yenə də öz təşəbbüsü ilə deyil. Çünki o əlində ciddi bir silahdır və bu silah əldən vermək istəmir. Hətta İran tərəfi artıq beynəlxalq ictimaiyyəti, Amerika Birləşmiş Ştatlarının artıq Oman dənizinə girişi bağlamaqla, sonra Bab-el-Məndəb boğazını bağlamaqla hədərliyir. Düzdür, İranın o qədər potensialı yoxdur ki, həm bütün regionu nəzarətə götürsün. Düzdür, raket ata bilər, dron ata bilər, amma bütünlükdə həmin digər boğazları da və dənizlərə girişi, çıxışı bağlamağı da bu bir qədər istər Qırmızı dənizə, istər Oman dənizinə giriş çıxışı bağlamağı da o qədər mən inandırıcı görmürəm. Çünki İran bir ağır müharibə aparır və bunu apardıqca İran görünür daha çox məsələn Yəməndə Husilərə güvənir. Ancaq Husilər əgər Bab-el-Məndəb boğazını bağlamalı olsalar və bu halda artıq mən düşünürəm ki, Səudiyyə Ərəbistan birbaşa müharibəyə başlayacaq onlara qarşı. İrana qarşı başlamasa da Husilərə qarşı hərbi əməliyyatlara başlayacaq. Yəni bu münaqişənin arealı genişlənəcək düzdür. Ancaq İran onların vasitəsilə Bab-el-Məndəb boğazını və ya Qırmızı dənizə girib çıxışı bağlamaq imkanında deyil. Ancaq İranın bu anlaşa biləcəyi məsələlər hələlik yenə deyim, ancaq Hörmüz boğazı ətrafında görünür və atəşkəs tərəflər İranın tərəfləri şərtlərini bilirsiniz, baxmışsınız da o qədər sərt tələblər qoyur ki,
yəni onların heç biri ağla batan deyil və onların hər hansı bir nəticə verəcəyini də mən güman etmirəm. İran məsələn, İranın güzəştə gedə biləcəyi məqamlardan biri bugün yaxın şərqdəki proksi qüvvələrə maliyyə və hərbi dəstəyi dayandırmaq ola bilər. Yəni, Livandan çıxması ola bilər, İraqda çıxması ola bilər. Yəni, ancaq İran şərt qoyur ki, müttəfiq qruplara qarşı təzyiqlər dayandırılmalıdır. O deməkdir ki, bu məsələdə heç bir güzəştə getmək istəmir. Yaxud nüvə proqramı məsələsində. Nüvə proqramı məsələsində İran artıq konkret sözünü deyib və bəyanat verib ki, biz nüvə məsələsi, uranı zənginləşdirmək bizim hüququmuzdur və bu hüquqdan imtina etmək istəmirik. Yaxud raket istehsalı məsələsi. Raket məsələsində artıq digər vəziyyəti o qədər gərginləşdirir ki, artıq raketlərin istehsalı məhdudiyyət qoyması mövzu arxa plana keçir. Bax, bu baxımdan da mən açığı bir ciddi bir kompromisə nail olunacağına, ciddi bir dəyişiklik baş verəcəyinə gözləmirəm. Yalnız və yalnız tərəflər neftin ixracatı ilə bağlı müəyyən anlaşma əldə edə bilərlər. Yalnız Hörmüz boğazının açılması və oradan istifadə ilə bağlı müəyyən anlaşma əldə edə bilərlər. Ümumilikdə belə, yəni mən digər əsas o məsələlər ki vardır, deməli, Amerika Birləşmiş Ştatları üçün strateji əhəmiyyət daşıyan, İsrail üçün strateji əhəmiyyət daşıyan məsələlər ki vardır. Bunların bu istiqamətdə ciddi bir irəliləyiş əldə olunacağını gözləmirəm. Ona görə də İsrail yəqin ki, biz baxmalıyıq İsrailin bu məsələyə münasibəti nətər olacaq. İsraildə keçirilən son rəy sorğuları göstərir ki, əksəriyyət, deməli, vətəndaşların əksəriyyəti İsrailin müharibədə qalib gəlmədiyini düşünür. Və bu baxımdan da Benjamin Netanyahu narahatdır. O çalışır, ona görə də Livanda müəyyən nəticələr əldə etsin və bu prosesin biz İranda da biz çox güman ki, o yəqin ki, hərbi əməliyyatları davam etdirəcək və müəyyən nəticələr əldə etməklə ictimai rəy öz xeyrini dəyişməyə çalışacaq. Çünki müxalifətin ən böyük ona qarşı iradə ondan ibarətdir ki, Hizbullah qalır, Həmas qalır, fəaliyyətini davam etdirir, İran məsələsini tam həll etmədin. Bax, bu baxımdan da Netanyahu seçkilər öncəsi prosesi öz xeyrinə dəyişmək üçün çalışacaq ki, hərbi əməliyyatları davam etdirsin. Ona görə də mən düşünürəm, indiki mərhələdə daha çox neftin ixracatı ilə bağlı müəyyən anlaşma əldə edə bilərlər, atəşkəsin müddəti uzadıla bilər və danışıqlar masasına keçmək üçün hətta yeni vasitəçilər ortaya çıxa bilər. Və bir də Hörmüz boğazından istifadə və ya onun statusundan bağlı. Yəni artıq bu bir ciddi bir siqnaldır. Hörmüzdə yaranmış vəziyyət ciddi bir siqnaldır və artıq beynəlxalq ictimaiyyət İranı müəyyən öhdəlikləri qəbul etdirməlidir ki, gələcəkdə bir də İran belə bir addım atmasın. Çünki bu atsa növbəti böhrana gətirib çıxara biləcək. Belə. Aydındır Müşfiq bəy, sizə minnətdarlığımızı bildiririk dəvətimizi qəbul etdiyiniz üçün və maraqlı şərhi bizimlə bölüşdüyünüz üçün. Sağ olun. Sağ olun. Belə, əziz izləyicilər, qonağımız siyasi ekspert Müşfiq Abdulla idi və biz onunla hal-hazırda gündəmdə olan bir çox məsələləri, təbii ki, əsas mərkəz Yaxın Şərq, İran əhatəsində baş verənlər, Hörmüz boğazı, boğaz üzərində blokada, bu blokadanın aradan qaldırılması ilə bağlı Trumpın ən son verdiyi bəyanat, Donald Trumpla Çin lideri Xi Jinping arasında məktublaşmanın məhz indiki vaxtda niyə baş verməsi, məhz bunun ardınca Associated Press nəşrində
atəşkəsin daha 2 həftə uzadıldığı ilə bağlı məlumatın yer alması, bütün baş verənlərin bir-biri ilə əlaqələndirilməsini necə etmək mümkün idi? Elə Müşfiq bəyin analizində biz bu əlaqələrin şahidi ola bildik və təbiidir ki, nələr gözlənilə bilər, proqnozlar, danışıqlar olacaqmı, olacaqsa nəticələr nədən ibarət ola bilər, İran tərəfi bundan artıq dirəniş göstərə bilərmi, davam edərsə nələri itirə bilər və ya əgər yumuşalmaya gedərsə, müəyyən öhdəlikləri qəbul edərsə, daha çox hansı öhdəliklərin razılaşdırılması yaxın həftədə, yaxın günlərdə baş verməsi mümkündür? Bu və digər suallara, cavablara aydınlıq gətirməyə çalışdıq. Siz isə bizi canlı olaraq UDPEC və YouTube kanalları üzərindən izləmiş oldunuz əziz izləyicilər. Yalnız mövqeyimizi izləməklə kifayətlənməyin. Eləcə də Günas TV kanalına abunə olmaqla, verilişimizi bəyənməklə, paylaşmaqla, canlı şərh bölməsinə fikirlərinizi, təkliflərinizi, suallarınızı yazmaqla həm mövqeyimizin daha geniş auditoriyada səslənməsinə, eləcə də öz fikirlərinizi bizimlə bölüşməyə təkan verə bilərsiniz ki, elə bu dəstəyi bizdən əsirgəməyin əziz izləyicilər. Dəstəyiniz və diqqətiniz Günas TV-dən, bizim mövqedən əksik olmasın. Növbəti buraxılışda görüşənədək.